Bugün Məhəmməd Abbas balamızın 3 yaşı olur. Abbas bir dənə salavat de. Allahümme yala Mehmet fare Mehmet fəhsidəm. Biz övladlarımıza bir dini məsələni öyrədəndə və yaxud da hicab taxanda deyirlər uşağa din öyrətməyin, uşağa din lazım deyil, təhsil verin. Bəli, təhsil verənləri görürük. Bu günləri uşaq qatilləri 2, 3, 4 universitet qutarıblar. Təhsil alıblar ki, bugünə düşüblər. Çünki o təhsilin yanında mənəviyyat olmayıb, Allaha bağlantı olmayıb, dünya olub, neft olub, maddiyyat olub, dollar olub, evro olub. Bu düşüncə, təfəkkürlə qabağa gediblər, ona görə bugünə qalıblar. Bu günləri ermənilərə pulsuz qazı kim verir? O 2-3 universitet qutaranlar verir də. Deməli, elmin yanında, təhsilin yanında din olmalıdır, mənəviyyat olmalıdır. Qurana, Əhl-i Beytə, Allaha bağlılıq olmalıdır. Olmasa insan cəmiyyətə fayda deyil, ziyan verəcək. Quran-ı Kərim özü elmə dəvət eləyir və bu barədə ayələr var. Quran özü başdan ayağa elmdir. Əhl-i Beyt əleyhissalamın yaşam tərzi, dediyi hədislər elmdir. 100 milyonlarla dollar şəraba pul xərclənir Azərbaycanda il ərzində. Qumara xərclənir, kazinoya, diskoya, bara. Bu barədə niyə danışmırsınız? Bu barədə niyə bir addım atmırsınız? Demirsiniz ki, bəli, uşaqlarınızı bugünə niyə qoymusunuz? Uşaqlardan istifadə edirlər, əxlaqsız geyim gendirirlər 5 yaşda, 6 yaşda, 7 yaşda uşaqlara, qız uşaqlarına reklam çəkib pul qazanırlar. Bu nə biabırçılıqdır? Bu barədə niyə danışmırsınız? Bu niyə sizi narahat etmir? Elm, o zaman elmdir ki, Allaha bağlantı olsun. Çünki elmi verən də Allahdır. Elm Allaha bağlı olmalıdır. Elm Qurana bağlı olmalıdır. Əhl-i Beytə bağlı olmalıdır. Yoxsa insan cəmiyyətə ziyan verəcək və uşaq qatillərinin sırasında olacaq.